Hər vaxtınız xeyir olsun. Əziz və hörmətli izləyicilər, hamınızı salamlayıram. Gözəl qardaşlar, bacılar, əziz, böyük ailəmiz. Mən bugün sizlərə öz evimizdən video çəkirəm. Çəkilişimiz hesabat xarakterli çəkilişdir. Yəni ki, bizim bu gözəl xeyriyyə layihəmizin xeyriyyəçi insanlarının maddi dəstəyi ilə göndərilən yardımlarımızı qeyd edirəm. Yəni ki, gözəl izləyicilər, ayın 13-ü, 11-ci aydan bu yana, yəni 17 gün ərzində gələn yardımlarımızı qeyd edəcəm. Mən burada yalnız o yardımları ki qeyd edəcəm, cəsarətlə Təranə bacıya, yəni Tərtər rayonunun İrəvanlı kəndində ürək xəstəsi olan Təranə bacımıza, bir də deməli Bərdar rayonunun Vəlşahlar kəndində olan Xəyalə bacımız üçün. Hamınızdan xahiş edirəm, diqqətlə hesabatımızı izləyəsiniz. Yəni, bu yardımlarımız, əziz dostlar, yalnız dəftərə işlədiyimiz yardımlardır. Mən WhatsAppda, через WhatsApp Bakıdan və yaxud digər şəhər və rayonlardan bizdən kömək istəyən kəslərin demirəm. Onlar çünki bir neçə qardaşın köməyi ilə yollanılır həmən kəsə və çeki səsi göndərilir yardımı edən insanlarımıza. Hamınızdan xahiş edirəm ki, videomuzu izləyəsiniz. Videomuzu axıra qədər izləyib və bu hesabatın çəkilməsində bizə texniki kömək göstərəsiniz. Hər biriniz bir ruçka, bir vərəq əlinizə alın. Ola bilsin ki, mən hesabat zamanı yanlışlığa yol verərəm və mənim yanlışlığımı sizdə kömək edin, düzəldək. Nəzərinizə çatdırım ki, 17 gün ərzində 200-dən artıq yardım gəlib layihəmizə. Bu yardımlara daxildir ərzaq paketləri, bir neçə qurbanlar, cəsarətə və digər ailələrə, rəsmi əhaliyə, Xəyyəm kişinin ailəsinə, Sakidin və s. Yəni 200-dən artıq yardım qəbul eləmişik. Onun 140 neçəsi, yəni 150-yə yaxını cəsarət üçün olubdur. Odur ki, diqqətlə izləyin ki, bizi, əziz dostlar, qeyd etdiyim hesabatı çəkin və sizdə baxın, görün, göndərdiyiniz yardım gəlib, çatıb-çatmışdır. Deməli, ilk öncə Təranə bacıdan başlayıram. Hər zaman olduğu kimi dəftərimizdən, deməli, sağdan sola gedirik. Deməli, Təranə bacımıza, əziz dostlar, yadınızdadır, 1000 Azərbaycan manatı pul ödəmişik. Ayın neçəsi? Ayın tarixində göstərəcəm. Burada baxıb deyirəm. Bəli, 22-ci günü niyə bura? 22-ci günü. Bəli, 22-ci gün 1000 Azərbaycan manatı ödəmişəm. Təranə bacımıza isə ümumilikdə 1017 manat yardım gəlib. Yəni, bu yardımın 35.500 rubl şəklində, yəni 35.500 rubl 307 manatla gəlibdir. Kimlər tərəfdəndir? Deyirəm, şahidi olun. İlk yardımçısı özümdən oldum. Özüm tərəfdən 50 manat, 500 rubl Aytat Zümrüt Bala adından, 1000 rubl Sankt-Peterburq şəhərindən Ağdamlı Həsən qardaş, 1000 rubl Bərdəli Rəşad, 2000 rubl Gürcüstanlı qardaş, 1000 rubl Saatlı Roman, 15 manat Zərdablı Namik,
1000 rubl Ağcabədi Orxan, 10 manat Ucarlı qardaş, 1000 rubl Şamaxılı Zahir qardaş, Yevlax rayonu Varvara kəndindən qardaş, hərəsi 500 olmaqla. 1000 rubl yardımlı Şakir qardaş, 1000 rubl Astara sakini Dilarə bacı, 5 manat Tərtərli 5000 rubl Tərtərli Elmar qardaşımız. Burada yanlışlığımı tapdım. 5000 rubl. Deməli 1017 yox, deməli 17-nin də üstünə 95 manat gələcək. Burada elə bax özüm nahadı tutdum səhvimi. 5000 rublu 5 manat hesablamışam. Qabandan R hərfi yazmamışam. Ona görə deyirəm axı 1000-dən çox olmalı. Deməli 1017-dən 17 üstəgəl 95. Nə qədər edir? 95, 105, 90. Beynimiz pozulur. Neçə saatdır mən? Saat 7-dən bu işin üstündəyim. Deməli 95, yəni 5000 rublum 100 manat verir. Mən sadəcə olaraq 5 manat hesaplamışam. 100 manatı 5 manat hesaplamışam. Ona görə də indi 95 manat hesablayıram. 95 üstəgəl 17. 112 plus 112, yəni tərənə bazını bizdə 112 manatı da var. Deyirəm axı həmin 1000 manatı ödəyəndə 1000 manatdan sonra da 4 nəfər yardım eləmişdi, 5 nəfər. Təxminən 100 manat civarında. Fikirləşirəm ki, niyə belə kəsir gəlir. 5000 rubl Tərtərli Elmar qardaş, 500 rubl Ağsulu Elman qardaş, 100 manat Tərtərli ana, 5 manat Kamal Masallı, 1000 rubl Bərdəli balası, 1000 rubl Ordubad rayonu Dəstə kəndindən qardaş, 5 manat İlham qonşumuz, 3000 rubl Səbinə bacı, 500 rubl Aysu bacı, 1000 rubl Şəmkirli Əli qardaş, 10 manat Bir Allah bəndəsi, 500 rubl Tərənə bacı, 10 manat Kətçimiz Həsən qardaş, 1000 rubl Cəllabadlı Zərgəm qardaş, 1000 rubl Daşkəsənli Ramin qardaş, 500 rubl Polad əmi, 500 rubl Kədəbəyli Alim qardaş, 1000 rubl Şəmkirli Elnur qardaş, 500 rubl Ruslan qardaş, 10 manat Maqa qardaş, 1000 rubl Təhləli Nail, 5 manat Xaldə Bibi, 10 manat Məşədi qardaş, 500 rubl Ağdamlı Aqil qardaş, 1000 rubl Fəridə xanım, 10 manat Gerənboylu bacı, 1000 rubl bir qardaş, 1000 rubl Hacı Qabullu Azad, 4 manat Nicat qardaş, 2000 rubl Tərtərli Elmar qardaş, yenidən 1000 rubl Ağcabədi Orxan, 1000 rubl Daşkəsənli Ramin qardaş, 10 manat TikTokdan Rauf qardaş, 10 manat Kətçimiz Ceyhun, 5 manat Fərqanə bacı, 10 manat Perim şəhərindən Ədalət qardaş, 10 manat Kəlbəcərin Comat kəndindən qardaş, 5 manat Nihat TikTokdan, 1000 rubl Fəridə xanım, 500 rubl Tovuzlu Yusuf qardaş, 8 manat Gerənboylu Elşən qardaş, 500 rubl Aytaç Zümrüt balalar adından yenidən, 1000 rubl Sankt Peterburg şəhərindən Həsən qardaş, yenidən, 500 rubl Bərdəli Rəşət qardaş, 2000 rubl Gürcüstanlı qardaş. Yardım edən dostlar, qardaşlar, hamınız diqqətlə qulaq asın. Ola bilsin ki, sizin bir yardımınızı 2 dəfə yaza bilərəm. Ola bilsin sizin 5 manatınızı 5000 rubl hesaplayaram. Ola bilər 5000 rublunuzu 5 manat hesaplaya bilərəm. Yəni bu texniki yanlışlıq ola bilər. O cümlədən xahiş edirəm ki, yardım edən kəslər bu videomuzu diqqətlə izləyin ki, yanlışlığımız olmasın. Ya xeyrimizə olmasın, ya ziyanımıza. Xeyrimizə olacaq, hansısa məzlumun haqqına girmiş olacaq. Hansısa məzlumun dərman pulunu, həkim pulunu, iynə pulunu belə deyərlikdə mənimsənmiş olacaq. Və yaxud da kiminsə, necə dərlər, 5 manatını 5000 rubl hesablayıb özümüzün ziyanımız olmasın. O səbəbdən xahiş edirəm ki, diqqətlə izləyəsiniz. Deməli, əziz dostlar, qardaşlar, qeyd etdim, 1000 manat ödəmişik, 112 manat isə bizdə hal-hazırda ehtiyatında durur.
Alo. Beşe selam. Salam, salam müəllim qadası. Ne var ne yok? Sağ ol, başına durun. Aha dedi. Heç nə, pul cibimdədir və ya istədim mobildən göndərəm Etibarın oğlundan. Çörək almağa göndərmişdim. Ha. Sonra evdən dedilər ki, vermə, uşaq salıb itirər. Cibimdədir, bax, pul bu dəqiqə cibimdədir. Onu, Sen neredesin? Evdesin. mən bax, bu dəqiqə evdəyəm. Bir yüngül uşaq olsa, bax, göndərsən, Kendisine çıkartlar indiler. kəndisinə hardasa 1-2 saatdan sonra çıxacağım, hesabatlıyam. Amma belə bu dəqiqə kimsə göndərsən, Ruslan evdə yoxdur, ona görə Ruslana verə bilmirəm. Etibarlı Bu olun. yine bir şehre gittim. Bu kadının zengilliği mi Özbekistan'dan gönderir? Yəni Ruslandan ya özüm də çıxanda qoyacam elə öz dükanımı oradan götür. Ya. Oldu oradan, oldu. Hə, deməli əzizlərim, Xəyalə bayaq qeyd etdim, Vəli Şah kəndi, Vəli Uşaqlar kəndi. 5 dənə körpəsi, 5 uşağı olan gecə Emin qardaşına aparıb yardım verdik. Bacı bizdən qaz pulu, işıq pulu istədi. Həmən ailəyə 3 nəfər yardım edib. 10 manat Tərtərli qardaşımız, 5 manat Fərqanə bacı, 1000 rubl Daşkəsənli Ramin qardaş. Deməli, cəsarətin məharətinə, gözəl izləyicilər, gözəl qardaşlar, 123 min, daha doğrusu 100, belə deyək də qoy, çarıqmayaq. 123 min rubl evin tikintisi və yaxud evin hər hansına materialın alınması üçün rubl şəklində 1181 manat şəklində yardım gəlib. İndi mən xərclənən pullar ki var, burada onları qeyd etmirəm. Məsələn, Şəmkirli Əli qardaş 5000 rubl bazarı pulu göndərmişdi. Səsləndirməyə səsləndirəcəm, amma bura hesablamamışam. Yəni mən hesaplamışam 123 min rublu, 1181 manatı. O pul borcu yığılması üçün. Bir də onu deyim ki, bax burada diqqətlə qulaq asın. Vidadəminin göndərdiyi siment pulları, bir də plastikə yığılan pullarda hamısını qeyd eləmişəm. Və məsəl üçün 2 dəfə siment alınıb, 290, hər ikisinin pulunu Vidadəmi göndərib. Mən yəni Vidadəminin göndərdiyi 2 dənə 15 min rublu da hesablamışam cəm halda 30 mini. Bax, bu 123-ün içərisindədir. Yəni, burada diqqət getirin. Yəni, fikirləşməyin ki, mən rasxod belə deyək də, yəni, xərcdə deyəndə ki, 290 manat siment, onda karıqmayın. Yəni, simenti də rasxoda yazmışam, Vidadlı əminin göndərdiyi pulu da hesablamışam ümumi gəlirimizə. Yəni, mən ümumiləşdirmişəm. Ona görə ki, əziz dostlar, həmi məqsədimiz odur ki, ümumilikdə cəsarətin evinə xərcimiz də bilinsin, həm də elə gələn gəlirimiz də bilinsin. O nöqteyi nəzərdən. Deməli, ümumi toplam gəlirimiz 3641 manat olubdur. 3641 manat 17 gün ərzində xalis gəlirimiz olub. Yəni, xalis gəlir nədir, əziz dostlar? Yəni, borcun azalmasına və yaxud hər hansısa materialın alınmasına. Bizim ümumi borcumuz isə olub nə qədər? Ümumi borcumuz olubdur, qardaşlar. Deməli, 17 gün ərzində ustalı, materiallı 8672 manat xərcimiz olub. Yəni, buna daxildir. Evin dam örtüyü, buna daxildir Məhəmməd Ustaya, Talih Ustaya, bir də plastiklərə aid daşa, quma, hamısını bir qeyd edəcəm. Sadəcə olaraq istəyirəm ki, tamaşaçılarım yanlış olmasınlar. Yəni, mən bunu ümumiləşdirmişim. Deyəndə də elə deyəcəm ki, hamınıza izah olacaqdır. Deməli, 8672 manat 17 gün ərzində xərcimiz olubdur. Üstə də gələk 346 manat sonuncu hesabatımızda 17-si günü, daha doğrusu ayın 13-sü günü hesabatımıza baxsanız orada 346 manat cəsarətin borcu var, qalıb.
O borcun üstünə 17 gün ərzində 8672 manat xərcimiz olub. Hamısını bir qeyd edəcəm. İndi istərdim ki, bax bu misal üçün xərc nədən yaranıb? Onu birinci izah edeyim, sonra gələn yardımlarımızı. Deməli, xərcimiz nədən yaranıb? Qeyd etdiyim kimi 346 manat köhnə keçən aydan qalma borc. Deməli, 33 manat material almışım. Materialın adı yadımdan çıxıb, bura qeyd eləməmişəm. 33 manat material. Ya Salih İnşaatdan alınıb və yaxud hardansa alınıb, konkret bilmirəm də hansı studiya almışam. Amma 33 manat bunu videoda da səsləndirmişəm. 200 manat Məhəmməd Ustaya bir vermişik. 290 manat sement, yol pulu, fəhlə pulu. 100 manat Məhəmmədə, 200 manat Məhəmmədə, 10 manat deməli, qazel şoferinə, 10 manat Çornopolu gətirən qazel şoferinə. Çornopola pul verməmişik, amma qazel şoferinə 10 manat pul vermişik. 262 manat Salih İnşaatdan, 262 manat deməli, Talib Usta götürüb. 29 manat bir də Salih İnşaatdan material götürür. Yəni 262 manat nədir? Ha, evin şunur sistemi. Sonra təzədən bir də çatışmayan materialımız olubdu. 29 manat bir də götürmüşük. 130 manat xətlərin çəkilməsi üçün Talib Ustaya zəhmət haqqı. 160 manat Məhəmməd Ustaya. 12 manat vedrə ilə əlcək. 65 manat kanyok nov, yəni evin ATV-sinə. 120 manat Məhəmməd Ustaya, 290 manat bir də sement. Bax, bu 290'ların hər ikisini Vidadəmi göndərib. Diqqətlə qulaq assanız, Vidadəminin göndərdiyi pullarda ümumi gəlirimizə hesablamışam və ümumiləşdirib çıxmışam. 400 manat Amil Ustaya və Mərdan Ustaya, hərəsinə 200 manat. 3930 manat dam örtüyü. 3930 manat dam örtüyümüz, hələ bax burada görsən mənim halal deyim ha. Çox düzgün hesabat aparmışam. 3930 manat dam örtüyünə vermişik. Amma onu gətirən maşın şoferinə verdiyimi yazmamışam. Gecə verdim. Qoy Nərgizdən soruşum, Nərgiz biləcək. İndi yadıma düşür ki, kartına vurdum və onu salmamışam bura. Gecə neçə verdim Allah. 40 verdi, 45 verdi, 50 verdi. Və onu salmamışam. Alo. Nərgiz, salam. Aleyküm, qadan alam. O gecə, sən yadında deyil, o evin dam örtüyünü gətirən maşına, kartına nə qədər pul vurdun? Hə, o şeydə cəsarət düzəltdiyi yerdə... Oğlan var idi, balaca boyu oğlan, onu deyirsən də. Hə, o dam örtüyünü gətirdik gecə, kartına vurdun, çayda işləyir. Hə, qardaş, 50 manat deyirdi, sonra 45'ə düşdü. Hə, 45 vurmuşam, elə mi? Hə, 45'ə düşdü. Ay, atan rəhmətli, 45 manat, yol pulu. Hə, oldu. Oldu qadan alam. Hə, indi qoy bir dənə 45'i də bura gəlir mi? Deməli, 45 manat. Deməli, elə bir 5377'nin üstə gələcəm 45'i. 5377 üstə gələk 45. 5422 manat. Hal-hazırdakı borcu. 5422 manat. Deyirəm də, yadımdan çıxıb, qəhrədən yadımdan çıxıb ki, onu qeyd eləməmişim. Deməli, 140 manat qum, 20 manat Məhrəm dayıya vermişik, 4 günə gəlib getməyə benzin pulu. Sağ olsun, zəhmət haqqı almadı. 50 manat Məhəmməd Ustaya, yəni Arifə vermişəm, canlıda da düşübdü. Məhəmmədə yazmışam. 1250 manat plastikimizə, 136 manat. 136 manat. Deməli, 150 ədəd daş və onu boşaldan Rəşad qardaşa. 500 manat Məhəmmədə bir də vermişik, anasının baş daşını götürməkdən ötəri. 165 manat
dünənlərim Talih Usta götürübdür. Hamamın santexnik, boru və boru-moru, şunur-mur, dünənlərin fakturasında çəkilib efirdə göstərmişəm. Deməli, 80 manat Talih Ustanın dünənki gördüyü işə, dünənki Talih gördüyü iş hamamın sağ olsun 120 manatlıq işi idi, 80 manat aldı. Hələ almayıb verəcəm daha doğrusu. Yəni 120 idi, 40 manatın keçdi, qaldı 80. Diqqətlə qulaq asın. Və 45 manatda indi qeyd etdim yol pulu. Bax, bunların toplamı deməli 8672, belə deyək də 8672 üstə gələk 45 manat. 8717 manat. 8717 manat ümumi xərcimiz olub. Ümumi xərcimiz. Həmən pulun da üstünə 3346 manatı gəlmişik. 346-nı gələndə və deməli 8672 8672 oldu 717. Deməli 8717 üstə gələndə 300. Burada bir dənə yanlışlıq deyil, sadəcə o dəyişiklik oldu, biraz o məni çarptır. Mən bunu əslində hesablayıb çıxartmışam. Sadəcə o 45 manat əlavə gəldi deyə. Deməli 8717 manat 8717 üstə gələ 346. Üstə gələ 346. Yəni cəsarətin köhnədən qalan borcu 9063 manat. 9063 manatdan 9063 manatdan çıxanda 3641 manat gəlirimiz çıxaq 3641. Yerdə qalır nə? Bəli, 5422 manat. Hal-hazırda cəsarətin xalis borcu, bax buradan qeyd edirəm, 5422. Hələ bunu inansız bəlkə də 30 dəfə təkrar hesablamışdım. Ona görə vaxt çox gedir. Hələ bunu da ən minimal vəziyyətə salmışam ki, vaxt çox aparmasın. Ən ağır işdir bu. Rəydə də bugün yazmışdılar ki, bunu tez-tez elə. Tez-tez eləmək üçün gərək canlı yayım açmayaq. Cəsarətin 17 günlük biz orada dayanmadan canlı yayımlar açırıq. Canlı yayımlar, yəni vaxt ayıra bilmirik. Yox, belə. Qaranlıq məsələ qalmadı. İndi, bax 17 gündür cəsarətə gələn yardımlarımız. 500 rubl Zəngilanlı Vüqar əmi, 2000 rubl Bərdəli Mömin qardaş, 50 manat Tərtərli ana. Yəni Tərtərli ana hər dəfə pul göndərəndə 20 manat bizə göndərir. Yəni mən cəsarətə çatanı qeyd edirəm. Əllərindən öpürəm Tərtərli anamızı. Deməli 20 manat Füzulidən Siyavuş qardaş, 2000 rubl Ruslan qardaş, 15000 rubl Vidadən. Diqqətlə qulaq assınız əzizlərim. 15000 rubl Vidadən. Sement pulu. Hələ əmi onun, 15000 rubl. Hələ burada yenə yanlışlıq eləmişəm. 10 manat öz ziyanıma, çünki 290'ı sement idi, onu xəyyama idi, amma mən burada 15000 rubl hesaplamışam. 10 manat da öz ziyanıma. Eyb yox. 5000 rubl Şəmkirli Əli qardaş ərzaq pulu. Bax bunu hesablamamışam. Bax bu 5000 gəlməyib ha, ümumi hesaplanan o rubllara. Görsən qarşısında plus qoymuşum. Siz görmürsünüz amma burada qarşısına plus qoymuşum, yəni bu xərclərim. 1000 rubl Cəllabadlı Rauf qardaş və Ksena xanım. Hərəsi 500 rubl. 10 manat bir Allah bəndəsi. 500 rubl Şəmkirli Əli qardaş. 500 rubl Tərtərli Elmar qardaş. 5 manat bir Allah bəndəsi. 10 manat Tovuzlu Hüseyin qardaş. 500 rubl Bəldəri Rəşad qardaş. 3000 rubl Ağzəbədili qardaş. Cəsarəti gecə yuxuda görən qardaş. 500 rubl Ağzəbədili İbadət. 2000 rubl Smaniski şəhərindən Şəmkirli qardaş. 17 manat Almaniyadan izləyici. 10 manat kətçimiz Fariz.
yəni fakı deyirik. 1000 rubl Ordubad rayon Dəstə kəndindən qardaş, 3000 rubl Əmirxan əmi, 1000 rubl İlkin qardaş, 500 rubl Qubalı baba qardaş, 500 rubl Zəngilanlı Vüqar əmi, 500 rubl Lənkəranlı bacı, 1500 rubl Təranə bibi, 1000 rubl Ağzəbədi qulu, 500 rubl Surqutdan Ramiz qardaş, 15 manat Zərdablı Namiq 15 manat. Cəmhalda 30 göndərmişdi, 15-də cəsarətə. 10 manat Bakıdan Sevda xanım, 20 manat Qaryağdı kişi nəvələri Sadiq və Nazlı balasının adından, 50 manat Naxçıvanlı Elmar qardaş, Şərurlu qardaş, Şərur rayonunun Dəmirçi kəndindən. 100 Azərbaycan manatı Tərtərli anamız yenidən. 15.000 rubl Vidadəm sement pulu. Bax 2 dənə 15-in ikisi də gəlib bax burada toplam 123.000 rublun üstünə. Siz də hesablasanız görəcəksiniz ki, bəli. 1000 rubl Sapoçnik qardaşımız, 500 rubl Şəmkirli Əli, 1000 rubl Moskvadan qardaş Əli balasının adından. Cəmhalda 2500 rubl göndərmişdi. Onun 1500 rublunu Yusuf balasının adından Kəhliyanama alıb vermişik, ərzaq. 1000 rubl Əli balasının adından cəsarətə. 3000 rubl Ordubad rayonunun Dəstə kəndindən bacı. 500 rubl Qulu qardaş. 5 manat bir Allah bəndəsi. 500 rubl Tümen şəhərindən Firdos əmi. 10 manat Xatirə bacı. 1000 rubl Smolenskidən Şəmkirli qardaş. 1000 rubl Zərdab rayonundan Daşqın qardaş, Zərdab rayon sakini Daşqın qardaş. 1500 rubl Kemerovski Oblastdan Sabxan əmimiz özü cəmhalda 2000 göndərmişdi öz adından. 1500 bizə, 1500 cəsarətə, 500 bizə. Sonra 1500 rubl əmi göndərdi oğlu Mir Sadıqın adından cəsarətə. Allah qapısını açsın. Həbsxanadadır, Allah qapısını açsın. 2000 rubl Təranə bibi yenidən, 500 rubl Şəkili Pərviz qardaş, 2000 rubl bir Allah bəndəsi, 270 manat Bərdəli mömin qardaşlarımız. O ki dedim, mömin qardaşlarımız pul yığırlar. Cəmhalda əzizlərim 270 manat. 500 rubl Bərdəli Mehman qardaş, 5 manat Ağsulu Mirdamət, 5 manat Füzulidən Siyavuş, 10 manat Gülşan bacı, 500 rubl Şəmkirli Əli, 500 rubl Masallı Ersəvər, 10 manat Xatirə bacı, 5 manat Elman qardaş, 1000 rubl Ömər Müsavi balalar adından, 10 manat Tovuzlu Hüseyin qardaş, 10 manat Ağzəbədi Pərviz, 5 manat deməli Fəxri Kamaz şoförü, gecə ki qum getdi. Plastika pul yığanda oradakı 5 manat verdi, bu həmən şoför. 5 manat Emin 32-lərin adından Xatirə bacı, 500 rubl İlham əmi, 60 manat Ağdamlı Mübariz 1, ardında deyəcəm. 5 manat da yenə bir göndərib, açam halda 65 manat. 5 manat Sənubər bacı, 5 manat adın biraz deyəsən səhv oxudum. Bax bu adı biraz yanlışlıq oxudum. Sənubər bacı deyil. Sənubər bacı Rusiyadan göndərir. Bax bu 5 manatı Sənuzər bacı. Bax belə bir bacıda üzürlü bir. Bəlkə də burada tələsi yazmışam. Hərfdə yanlışlığım olub. Sənuzər bacı. Sənuzər. 1000 rubl Tərtərli Fuad qardaşım, 57 manat ümumilikdə Almaniyadan bacımız. Övladına ki bizdən dua istədi. Allah övladına şəfa versin. 23 manat bir göndərib 17 bir. Cəmhalda 57 manat. 500 rubl Şamaxılı Adil qardaş, 500 rubl Belarusiyadan Orxan Ağzəbədi, 2000 rubl Bərdəli Mömin qardaş Moskva şəhərindən, 5 manat Fərqanə bacımız, 3000 rubl Hacı Qabullu Yalçın qardaş, 1000 rubl Rostovdan Kürdəmirli balası, 5 manat Gülnarə bacı, 1000 rubl Ufadan Cəllabadlı Sənan, 10 manat
Cəvahir xanım 10.000 rubl adını çəkilməsini istəməyən qardaş cəm halda 15.000 rubl göndərmişdi. 10.000-in cəsarətin aynalarına 5.000 rublunu da Xəyyam kişinin evinə bazarıq. Alıb aparıb vermişik. 1000 rubl Omiskidən Qniaz əminiz özü və oğlu hərəsi 500 rubl olmaqla 1000 rubl. 5 manat Sadiq Mehbalı, Sadiq Mehbalı. Familiyası yəqin Mehballıdır. 1000 rubl Şəkili Rahim qardaş, 1000 rubl Ordubad rayon Dəstə kəndindən qardaş, 2000 rubl Gürcüstanlı qardaş 4 göndərmişik. İkisində Sakitin ailəsinə ərzaq alıb aparıb vermişik. 2000 rubl Ruslan qardaş, 5 manat Kəlbəcərli Vahid, 5 manat Fatimə bibi, 1000 rubl Daşkəsənli Ramin qardaş, 10 manat Çinqalası, 5 manat Şəfəq xanım, 5 manat Mətanət bacı, 1000 rubl Gədəbəyli Elxan qardaş, 500 rubl Ağdamlı Elçin qardaş, 500 rubl Ağcabədi Orxan, yenə Belarusiyadan, 500 rubl Cəllabadlı Ramiz, 2 manat Xambala qardaş, 500 rubl Nisə bibi, 16 manat cəm halda Sadiq qardaş, 10 manat da bizə göndərmişdi. 16-sın cəsarətə. Allah şəfanı versin qardaş. 1000 rubl Ağcabədi Orxan yenidən övladları Ayxan Ramal balaların adından, 500 rubl Qardabanlı Roman qardaş, 500 rubl Ağcabədi Qulu qardaş, 10 manat Naftalan sakini Tənzinə ana, 50 manat Tərtərli anamızın qızı, 1000 rubl Lənkəranlı qardaş, 1500 rubl Xantımanskidən bir qardaş, 1000 rubl Şəmkirli Əli, 500 rubl Təranə bacı, 500 rubl Maqa qardaş, 15 manat Polad əmi, 30 manat Gədəbəyli Zahir cəm halda 50 göndərmişdi. 20-sində Xəyyama, o canlıda. 20 manat Xatirə bacı, 20 manat Gerənboylu bacı, 19 manat Fransadan bacı, 1000 rubl Ruslan qardaş, 500 rubl İlham əmi, 5 manat Xatirə bacı Eminin adından, 500 rubl Orxan Ağcabədi, 5 manat Mir Yusuf balanın adından, 500 rubl Sudabə xanım, 1000 rubl Şəmkirli Əli, 500 rubl İlham əmi, 1000 rubl Orxan Ağcabədi, 500 rubl Polad əmi, 15 manat Xatirə bacı, 10 manat Bir Allah bəndəsi, 20 manat Nəcibə bacı, 10 manat Mingəçevir şəhərindən Mehriban müəllimə, 2 manat Xalidə bacı, 1000 rubl Ordubad rayon Dəstə kəndindən qardaş, 1000 rubl Gürcüstanlı qardaş, 3000 rubl Kamil qardaş, 500 rubl Bərdəli Mehman qardaş, 500 rubl Şəmkirli Əli qardaş, 1000 rubl Saatlı Roman qardaş, 2000 rubl Səbuhu qardaş Ömər Müsavi balaların adından, 10.000 rubl Şəmkirli Zülfüqar qardaş, 15 manat Neftçala Xalid qardaş, 1000 rubl Təranə bacı Neftçala sakini, 35 manat cəm halda 50 manat, 15 bizə benzin pulu, 35 cəsarətə Şamaxılı qardaş, 1000 rubl Yevlax rayon Aran qəsəbəsindən qardaş, 2000 rubl Yevlaxlı İlqar qardaş, 500 rubl Şəmkirli Əli qardaş, 5 manat Fərqanə bacı, 4 manat Xəqani qardaş, 500 rubl Şəmkirli Şəkili Pərviz qardaş, 5 manat Sevil müəllimə, 1000 rubl Yusuf qardaş və 5 manat Aybəniz xanım. Əziz dostlar, 17 gün ərzində qeydə aldığımız yardımlarımız bunlardır. Yəni qeydə almadıqlarımız da nədir? Yəni qeydə almadığımız kimsə bizdən yardım istəyir. Statusda qoyuruq, yarım saat, 1 saat içində kimsə göndərib, dərhal da statusdan götürürük. Həmən göndərən yardımı yollayırıq yardımı istəyənə, onun səsini və göndərdiyimiz pulun çekini göndəririk qarşı tərəfə, bununla da məsələ bağlarıq. Yəni onu bura qeydə almırıq. Niyə? Çünki niyə qeydə almırıq? Onları qeydə alsaq burada, gərək biz ildə ən azı bir 10 dənə belə dəftər işlədək. Yəni bu dəftər ondan ötər ki, məsəl üçün, bizim gedib, çəkib, işıqlandırdığım kəslər üçündür. Sabahların mən məsəl üçün, bura tutaq ki, Bakıdan bir nəfərə 30 manat lazımdır.
Onu bırak qeyd etmişəm, amma mən o ailəni tanımıram ünvanını. O nöqteyi nəzərdən. Başa düşdünüz əzizlər. Dediyim kimi, əgər hesabatımızda hər hansısa bir yanlışlıq olursa, bizə bildirin. Yəni, yalan olmasın, hər vərəqi 30 dəfə hesablamaqla yazmışam. Məsələn, bir dəfə rublu hesablayıram. Bax, göstərəcəm. Bax, diqqətlə baxın. Bax, bu axırıncı cəsarətə. Görürsünüz burada, axırıncı hesabatında 346 manat. Bax, hesablayıram. Bir vərəqi, məsələn, 17.500 rubl. 5 dəfə hesablayıram. Əgər düz gəlirsə, 17.500. Məsələn, rubl 137 manat. Bax, bir vərəqdə olan. Sonra keçirəm bura. Görürsünüz. Məsələn, 33.500 rubl 210 manat. Görsən, bax, birinci 205 olur. Silmişəm, bir də hesablamışam ki, 210'dur. Misal üçün, 12.000 rubl 467 manat. Bax, bunun hamısı buradan hesablanır. Yenə də gözündən qaça bilər. Bax, görürsünüz, burada məsəl üçün, 24.500 rubl 68 manat. 10.500 rubl 219 manat. Bax, bunların hamısını hesaplamışam. Gəlib burada 123.000 rubl üstə gələk 1181 manat. Bərabərdir 3641. Görsən, gəlir. Xərcimiz 8672 manat. Sonra əlavə 45 manatla yol pulu gəlindi və həmən pulun üstünə köhnədən qalan 300 neçə manatı da gələndən sonra bax, bu 3641'dən çıxandan sonra 5422 manat hal-hazırda cəsarətin bax, borcunu yekunudur. Bax, bu cəsarətin borcunun yekunudur. Mən belə gözləmirdim. Mən elə başa düşürdüm ki, cəsarətin təxminən borcu 3000 manatdır. Amma sən demə, borcumuz həddindən artıq çoxdur. Amma çoxun qarşılığında xeyli iş gördük. Bax, bu 5422 manat borcun qarşılığında diqqətlə qulaq asın. Hətta cəsarətin pilləkənini də bütövləşdirdik. Cəsarətin darvazasının tumbalarını da, evin ümumi plastika aid nə işi varsa hamısını üstə gələk. Evin sıvağının pulunu bəlkə də artıqlaması ilə. Yəni, Məhəmməd Usta elə bax, burada təxminən bu 17 gün ərzində təxminən 1500 manat bəlkə də pul ödəmişik. Yəni, əsas demək istədiyim odur ki, işin haradasa, bax, bu vəziyyətdə işimizin, evimizin 65-70% işini görmüşük. 65-70%. Bax, bizim bir dənə qalıbdır güclü işimiz. Yəni, böyük məbləğ aparacaq işimiz qalıb bir dənə evin pol və patoloğu. Bu da təxminən 2500-2600 manat civarında polumuzu, patoloğumuzu aldıq. Day bizə böyük məbləğli material alacaq işimiz yoxdur. Maksimum alacaq 500 manat, 600 manat, nə bilim, kafel metlaqda o da 1000 manatdan aşağıdır. Çox aşağıdır, çox. Pilləkənlə hamam, ümumi kafel metlağı 1000 manat eləməyəcəkdir. Belə, əziz dostlarım, qardaşlarım. Allah hamınızdan razı olsun. Qurbanlarımız da var. İnşallah qurbanlarımız da kəsiləcəkdir. Bax, burada qurbanlara da gələn pullar hamısı qeydə olunur. Sonuncu səfər Sahilə bacımızın övladı Hacı balamızın adından qurban kəsmişik. İndi isə Ankaradan Rəşid qardaşımız bizə 450 manat pul göndərib. Onun 20 manatının bizə benzin pulu, 430 manatına da bir yaxşı saz erkək alıb kəsməyimizi. Allahın izni, amma necə? Qardaş deyir ki, hər vaxt ərzaq paketləri pay edəndə ərzaq paketləri həmən günə sal ki, elə ailələrin yanına gedəndə ərzaq paketi ilə get. İnanıram ki, bu canlını
100% bilirəm ki, Mətanət bacı ilə Sərdar əmi izləyir. Fərqanə bacı ilə Cəlal əmi anası. Yevlaxlı Fuad qardaşım da mənim ümumiyyətcə hesabat verilişlərimi sevə-sevə izləyir. Həmişə deyir ki, başqa videolara vaxt edib axıra qədər baxa bilməsəm də Evşən qardaş, amma sənin hesabat videoların mənə xüsusi bir zövq verir. Elə buradan da Fuad qardaşımı da salamlayıram. Allah səni qardaşlıqdan əski eləməsin. Düz eləyirsiniz, bu mənə köməkdir. Bu mənə köməkdir. Zaten özünüz bilirsiniz ki, mənə heç bir izləyici bir dəfə də olsun belə tələb qoymayıb ki, niyə hesabat eləmirsən. Bu barədə mən heç bir rəyə rast gəlməmişəm ya da kimsə mənə bir dənə Allahın zəngin edib deməyib, qardaş, sən niyə hesabat etmirsən? Bunu mən özüm ona görə edirəm ki, şəffaflığımız əmin olsun tamaşaçılarımız ki, yəni həqiqətən də çox gözəl, şəffaf iş gedir. İndi tamaşaçının ixtiyarına buraxıram. Baxanlar da, baxmayanların kim baxmırsa Allah canı sağ eləsin. Əsas odur ki, mən öz hesabatımı çəkdim, tarixində yerləşdirirəm. Özü də nişanə də qoyuram ki, videoya, həmən videoya nişanə də qoyuram ki, yəni mənim üçün, həm də izləyici üçün axtarıb tapmaq asan da olsun. Hansı videonun ki, başlığında yazı, yəni başlıqda ki, başlıq yazılır, oradakı göz muncuğu görürsünüzsə, bilin ki, həmən video hesabat xarakterlidir. Yəni, mən öz işimi görməliyəm. Tamaşasının bu hesabat videosuna marağı olsa da, olmasa da, mən hesabatımı çəkməliyəm ki, sabahlarım kimsə deyəndə ki, mən qardaş, sənə bir dəfə pul göndərdim, o pulu görmədim. Onda həmən hesabat videonun linkini atıram o qardaşıma, deyirəm, qardaş, bax, videonu izlə, filan dəqiqasında orada qeyd olunur. Bax, belə. Məndən bu qədər. Allah hamınızdan razı olsun, Allah böyük ailəmizi həmişə var eləsin. Demək istədim buydu, göstərmək istədim buydu. Borcumuzu da gördünüz, şahidi oldunuz. Borcumuz kifayət qədər çoxdur, amma inşallah ki, borcumuz da yığılacaq. Nağdır onun 200 manatı bugün də olmasa sabah pilot qardaşdan gələcək. Arada da inşallah siz speznazlardan gələr. Sağ olun, özünüzə yaxşı baxın.